Festivalın əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Festivalın rəsmi açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmməd Rəhimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi şəhərsalma, memarlıq və müasir texnologiyaların inkişafına verilən xüsusi önəmin göstəricisidir. Qeyd olunub ki, ağıllı şəhər və ağıllı kənd layihələri, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer alır. Festivalda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, müasir dövrdə universitetlər yalnız təhsil müəssisəsi deyil, həm də innovasiya və texnologiyaların formalaşdığı mühüm inkişaf mərkəzləridir. Qeyd olunub ki, tələbələrin innovativ layihələrlə festivalda fəal iştirakı sevindirici haldır və ağıllı şəhər konsepsiyası dayanıqlı inkişafın əsas istiqamətlərindən biri hesab olunur. Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcifov isə çıxışında bilik, texnologiya və innovasiyanın müasir inkişafın əsas əminləri olduğunu bildirib. O qeyd edib ki, STEM təhsilinin inkişafı istiqamətində həyata keçirilən layihələr gənclərin innovativ potensialının formalaşmasına mühüm töhfə verir. Festivalda çıxış edən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri müavini Seymur Seyidov da innovativ texnologiyaların şəhərsalma siyasətində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ağıllı şəhər və ağıllı kənd yanaşmaları dayanıqlı yaşayış mühitinin formalaşdırılması, təhlükəsiz və müasir infrastrukturun yaradılması baxımından mühüm rol oynayır. Ağıllı şəhər, ağıllı kənd startup festivalı innovasiya ruhunu və gələcəyin texnologiyalarını bir araya gətirib. Burada təqdim olunan layihələr ağıllı idarəetmə və yaşıl enerjiyə qədər müxtəlif sahələri əhatə edir. Festival gənclərin yaradıcılıq qabiliyyətini ortaya çıxarmaqla yanaşı, müasir və rəqəmsal gələcəyə açılan yeni imkanları da nümayiş etdirir. Festival çərçivəsində startup layihələri, süni intellekt həlləri, yaşıl texnologiyalar, robototexnika, IoT və avtomatlaşdırma sistemlərinin nümayiş olunduğu innovasiya sərgisi təşkil edilib. Bu gün təqdim olunan innovativ həllər ümumilikdə ölkəmizdə innovasiya ekosisteminin inkişafına da mühüm töhfə verilir. Həm şagirdlərin, həmçinin tələbələrin bu gün təqdim etdikləri həllər, sərgilədikləri, nümayiş etdirdikləri rəqəmsal həllər ümumilikdə ölkəmizdə gənclərin innovasiyaya, texnologiyaya, eyni zamanda startuplara olan marağının bariz göstəricisidir. Məhz arzu edirik ki, bu cür startup festivalları gənclərimiz tərəfindən davamlı olaraq təşviq edilsin. Yeni innovativ layihələr, yeni idarəetmə mexanizmləri və smart həllər aidiyyatı dövlət qurumları ilə birlikdə universitet sənaye işbirliyi, eyni zamanda orta məktəb sənaye işbirlikləri halında formalaşdırılsın və gələcəkdə rəqəmsal həllər ölkəmizin bütün ən ucqar kəndlərində belə, bütün sahələrində belə innovativ şəkildə həyata keçirilsin. Bu qurğumuz güllərimizi suvarmağa işə yarayır. Ancaq biz belə bir layihəmizi böyütmək istəyirik ki, gələcəkdə kənd təsərrüfatımızda, istixanalarda və sair yerlərdə daha da inkişaf etdirib işlədə bilək. Festival çərçivəsində ümumilikdə 60 startup komandası, 151 iştirakçı, 5 münsif, 9 panelist və 26 mentor iştirak edib. Təqdim olunan layihələr gənclərin texnologiyanın yalnız istifadəçisi deyil, həm də innovativ həllər formalaşdıran yaradıcı qüvvə olduğunu nümayiş etdirib. 60 startup komandası, 151 iştirakçı iştirak eləyir. Biz startuplarla tanış olduq. Deməli, startuplar arasında universitetin, həmçinin Təhsil Nazirliyinin, məktəblərin, STEM mərkəzinin, startupçılarının layihələri yayımlandırılır. Deməli, bu startuplar arasında əsasən ağıllı şəhər və ağıllı kəndə həsr olunmuş layihələr nümayiş olunur. Startup festivalının keçirilməsində bu tarixə təsadüf etməsində əsas məqsəd bizim şəhərsalma forumu ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi olaraq bu tədbirə öz töhfəmizi verməkdən ibarətdir. Bu tədbir layihəsində təşkil olunan və təqdim olunan bütün layihələr təhsilin bu və ya digər şəkildə həm də özünə məxsus təqdimatıdır. Təhsilin məzmunundan irəli gələrək müxtəlif fənlərdə əldə edilmiş olan bacarıqlar çərçivəsində şagirdlər və tələbələr öz layihələrini festival iştirakçılarına təqdim edə bildilər.
Şəhərsalma ilə bağlı, ümumiyyətlə ağıllı şəhər, eyni zamanda ağıllı kənd kontekstində təqdim edilmiş olan layihələr düşünürük ki, gələcəkdə burada layihə iştirakçılarının, layihə təqdimatçılarının gələcək peşəkar inkişaflarında öz təxəyyüllərini də inkişaf etdirməsi baxımından onlara müəyyən bir stimullar verəcəkdir. Layihələrin hamısı bir-birindən yaradıcı idi və çox sevinirik ki, bugün Naxçıvan təhsilində, həm ali, həm orta təhsilində, orta ixtisas təhsilində burada kolleclərdə var. Belə istedadlı gənclər var, tələbələr var. Hər birinə uğurlar arzuluyuruq. Əminik ki, bu il şəhərsalma və memarlıq ilinin sonuna qədər hələ biz bir neçə belə uğurlu festivalların şahidi olacağıq. Gənclərimiz də bugün bu tədbirdən özləri üçün maraqlı tövsiyələr aldılar. Hər birinə uğurlar arzuluyuruq. Proqram çərçivəsində ağıllı şəhər idarə etməsi, rəqəmsal təhsil və gələcəyin texnologiyaları, smart kənd, su resursları və yaşıl enerji həlləri, eləcə də innovativ şəhər infrastrukturu və ictimai idarə etmənin gələcəyi mövzularında panel müzakirələri keçirilib. Bu gün qlobal səviyyədə, eləcə də Ümumdünya Şəhərsalma Forumunda əsas çağırış budur. Şəhərləri böyüdərkən təbiətə zərər verməməli, resurslara qənaət etməliyik. Bu kimi festivallar, innovativ festivallar şagirdlərin innovativ bacarıqları əldə etməsi, onların biliklərini bir növ yarışdırması üçün çox mühüm əhəmiyyət daşıyır. Bildiyimiz kimi artıq bir neçə ildir ki, Naxçıvan Respublikasında da məktəblərdə STEAM təlimləri təşkil olunur. Bu STEAM təlimləri vasitəsilə şagirdlər həm komanda tərkibində işləmə bacarıqları əldə edirlər, həm proqramlaşdırma bilikləri, həm mühəndislik, həm elektronika bilikləri əldə edirlər və bunlarla yanaşı bu öyrəndikləri biliklərlə layihələr, startaplar qurmağı öyrənə bilirlər. Bu istiqamətdə bu tipli yarışların keçirilməsi və onların o bacarıqlarını göstərə bilməsi, təqdim etməsi də mühüm bir əhəmiyyət daşıyır. Bununla da şagirdlərimiz eyni zamanda təqdim etmə bacarığı da formalaşdırırlar ki, bu da bizim STEAM təlimlərində ən mühüm nöqtələrimizdən biridir. Layihəmizin adı Smart Su AI ağıllı suvarma sistemidir. Ənənəvi suvarma sistemindən fərqli olaraq, deməli bizim suvarma sistemimizdə süni intellekt və texnoloji sensorlardan istifadə olunur ki, sizin əkin sahənizdə bu sensorlar süni intellekt vasitəsilə torpağın müəyyən dəyərləri vardır ki, və əkdiyiniz məhsulun dəyərlərini ölçərək onları tam dəqiq şəkildə analiz eləyir və tam şəkildə suvarma işlərini aparır ki, biz burada havanın temperaturunu, havanın rütubətini, eyni zamanda torpaqdakı su səviyyəsini və digər nüansları burada bizim sayt vasitəsilə əkinçinin nəzərinə çatdıra bilir. Festival çərçivəsində təqdim olunan layihələr müstəqil ekspertlər tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Nəticələrə əsasən birinci yerə Sigma, ikinci yerə Loğman komandası layiq görülüb. Üçüncü və dördüncü yerləri isə müvafiq olaraq STEAM Tədris Mərkəzi və Ərəzin Kənd Tam Orta Məktəbinin komandaları tutublar. Tədbirin sonunda münsiflər heyətinə, panel iştirakçılarına və media nümayəndələrinə təşəkkürnamələr, layihə iştirakçılarına sertifikatlar təqdim edilib. Mənim layihəm smartcity.az adlı bir layihədir. Hansı ki biz bu layihədə Naxçıvan şəhərində yerləşən bütün avtobusların canlı konumlarını görə bilirik, canlı trayektoriyalarını görə bilirik. Naxçıvan şəhəri üzərində yerləşən bütün dayanacaqları xəritə üzərində görə bilirik və artıq biz dayanacaqlara gedərkən vaxt itirməmiş oluruq. Samik Nuriyev, Tərlan İbrahimova, Rəşad Hüseynov, NTV Xəbər.